Və təkfir dedikdə İslam şəriətində təkfir iki qismə bölünür. Mütləq bu iki qismi bilmək lazımdır, bir-birindən ayırt etmək lazımdır. Birinci, təkfirin iki qisminin birincisi, elm əhli deyir ki, təkfir mütəalləq bil-i'tiqad, etiqada bağlı olan təkfir. İkinci qism, təkfir mütəalləq bil-fikr, fiqhə bağlı olan təkfir. Və bunlar nə deməkdir? Bu iki qism necə anlanmalıdır? Deməli, etiqada bağlı olan təkfir, bir insan İslamı qəbul etdikdə, İslamı qəbul etməyin gərəklərindən olan, vaciblərindən olan təkfir. Yəni, İslama girən insan, İslama girdiyi vaxt, həmən kəsin müsəlman olması üçün lazım olan təkfir. Yəni, bir insan İslama girirsə, İslam dinindən başqa bütün dinlərdə olan insanlara İslama girişi ilə küfür hökmünü verir. Yəni, təkfir hökmünü verir. Bu, etiqada bağlı olan təkfirdir. Allah subhanahu wa ta'ala buyurur ki, İnnə dinə indallahi əl-İslam. Allah katında din yalnız İslamdır. وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslam dinindən başqa bir din qəbul edərsə, o din o kəsdən qəbul edilməz və həmən kəs ahirətdə zərər çəkənlərdən olar. Etiqada bağlı olan təkfirin dəlilləri bunlardır. İslamı qəbul edən insan, İslamdan kənarda qalan bütün dinləri, bütün qövmləri, hamısını təkfir etməlidir ki, onlara küfür hökmü verməlidir ki, insan müsəlman ola bilsin, insanın müsəlman olmasını gerçəkləşsin. Allah subhanahu wa ta'ala Mümtəhina surəsində buyurur ki, قَدْ كَانَتْ لَكُمْ أُسْفَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذ۪ينَ مَعَهُ. İbrahim və onunla birlikdə olanlarda, yəni bütün peyğəmbərlərdə sizin üçün gözəl nümunə var. İz qalu li qavmihim, onlar öz qövmlərinə dedilər, İnna bura'u minkum, biz sizdən bəriyik. Və mimmə ta'buduna min dunillahi, Allahdan başqa ibadət etdiklərinizdən də bəriyik. Kəfərnə bikum, sizi inkar etdik. Kəfərnə bikum, yəni sizi təkfir etdik. Ərəb dilinə görə kəfərə feili özündən sonra bir hərfi cəri ilə cümlədə gəldikdə inkar mənasında olan kəfərə feili əkfərə və yaxud da kəffərə, təkfir mənasını bildirir. Qamus-ül Muhitdə deyilir ki, əkfərəhu eydəəhu kəfirən, onu təkfir etdi, yəni onu kafir kimi çağırdı. Mu'camil Vasitdə deyilir ki, əkfərə qeyrəhu nəsəbəhu iləl kufr, başqa birisini təkfir etdi, yəni onu küfrə mənsub etdi. Bu feil bu formada gəldikdə təkfir mənasını bildirir. Deməli, bu bütün peyğəmbərlərin, başda İbrahim aleyhissalam olmaqla əməlidir. Bütün peyğəmbərlərin əməlidir. Yəni, əgər İslama dəvət varsa, tövhid varsa, tövhidin gərəyidir ki, tövhiddən kənarda olanları təkfir edəsən, yəni onlara küfür hökmü verəsən. Bu, etiqada bağlı olan təkfirdir. İkinci təkfir isə fiqhə bağlı olan təkfir və yaxud da ictihadi təkfir deyirlər. Yəni, İslama girdin, İslamdan çıxış da var, giriş olduğu kimi çıxış da var. İnsan, yəni, İslamda olub, irtidad edə bilər, yəni mürtəd ola bilər. Deməli, İslama girdin, İslama girdikdə bu birinci təkfir ki var, etiqada bağlı olan təkfir. Bununla girdin İslama. Ondan sonra bir müsəlman İslamdan çıxa da bilər. O müsəlmanın İslamdan çıxışına deyirlər ki, fiqhə bağlı olan təkfir və yaxud da ictihadi təkfir. Necə ki, bütün fiqh kitablarında, 4 məzhəbin 4-ündə də fiqh kitablarının içərisində Bəbu hukmul mürtəd, mürtədin hökmü bağı var fiqh kitablarında. Yəni, bir insan müsəlman olub, müsəlman olandan sonra İslam fiqhində olan şeylər ona vacibdir. Üsul alıb, dəstəmaz alıb, namaz qılıb, zəkat verib, ticarət edib, evlənib, boşanıb və s.
günün birində elə bir əməl edib və yaxud da elə bir söz işləyib, o həmən söz və yaxud da feil küfürdür, oradan da İslamdan çıxıb, müsəlman olduğuna görə onun çıxışı hardadır? Fiqh kitablarında da belə bir bab var, mürtədin hökmünün babı. Və bu, fiqhə bağlı olan ictihadi bir təkfirdir. Və burada bu məsələdə təfsilat var. Bu məsələdə təfsilat var. Yəni, bir şeyi bilmək lazımdır ki, əgər bir insan müsəlmandırsa, bir insanın müsəlman olması sabitdirsə, yəqinliklə heç bir şübhəsiz bilinibsə, onun İslamdan çıxışı da o şəkildə olur. Mən səbətə İslamuhu biyəqin, ləm yəzul anhu illə biyəqin. Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, bir insanın İslamı yəqinliklə sabit olubsa, onun İslamdan çıxması da yəqinliklə olmalıdır. Yəni, şəklə, şübhə ilə yox. Və sonra bir müsəlmana təkfir hökmü verməmişdən öncə 3 vacib var. 3 vacibi yerinə yetirmək lazımdır. Yəni, bir insan barəsində eşidirsən ki, deyirlər küfr edib. Yəni, bir müsəlmana təkfir hökmü verməmişdən qabaq 3 vacib var. Birinci vacib, həmən müsəlmanın işlədiyi küfür əməli və yaxud da dediyi küfür sözün şəriətlə küfür olduğunu ispat etmək. Yəni, Quran və sünnətlə yəqin şəkildə bilməlisən ki, bu insanın işlədiyi əməl küfürdür. Bu birinci vacibdir. İkinci vacib, həmən kəsdə həmən küfürün zahir olması, yəni ehtimalla olmaz. Dəqiq bilməlisən ki, edib. Bu ikinci vacib. Üçüncü vacib, həmən küfr edən kəsdə təkfirə mane olan şeylərin yoxluğu. Bilməlisən ki, bu təkfirlə mane olan şəriətdən hər hansı bir maniyə, əngəl var, yoxsa yox. Bu 3 şey. Bir müsəlmanın təkfirindən öncə bu 3 şey vacibdir. Birinci, dəqiq bilməlisən ki, işlədiyi əməl, dediyi söz küfürdür. Yəni, Quran və sünnətlə bilməlisən ki, bu insanın dediyi söz filan ayətə görə, filan hədsə görə küfürdür. Yəni, bu küfür əhkamı insanın fəhmindən ortaya çıxan bir şey deyil. Nassa dayanan bir şeydir. Allah və Rəsulunun küfür dediyi şeylər küfürdür. Allah və Rəsulunun şirk dediyi şeylər şirkdir. Şeyxülislam İbn Teymiyyə rahiməhullah Məcmul Fatavada buyurur ki, وَذَٰلِكَ لِأَنَّ الْكُفْرَ حُكْمٌ شَرْعِيٌّ وَإِنَّمَا يَثْبُتْ بِالْأَدِلَّةِ الشَّرْعِيَّةِ وَمَنْ أَنْكَرَ شَيْئًا لَمْ يَدُلُّ عَلَيْهِ الشَّرْعُ بَلْ عُلِمَ بِمُجَرَّدِ الْعَقْلِ لَمْ يَكُنْ كَافِرًا وَإِنَّمَا الْكَافِرُ مَنْ أَنْكَرَ مَا جَاءَ بِهِ الرَّسُولُ Şeyxülislam buyurur ki, küfür şər'i bir hökmdür və yalnız şəriətin dəlilləri ilə ispat edilir. Əgər bir kəs bir şeyi inkar edərsə, həmən kəsin inkar etdiyi şeyə şəriətin dəlaləti olmazsa, sadəcə olaraq mücərrəd əqillə bilinən bir şey olarsa, həmən şeyi inkar edən kəs kafir olmaz. Kafir yalnız o kəsdir ki, Rəsulun gətirdiyi hər hansı bir şeyi inkar edər. Yəni, bu küfür əhkamı insanın əqlinə, fəhminə, düşüncəsinə bağlı olan bir əhkam deyil. Allah və Rəsuluna bağlı olan bir şeydir. Və bu vacib, ona görə vacibdir ki, bir müsəlmanı təkfir etməmişdən öncə bu 3 vacibə baxmaq onun üçün vacibdir ki, bu şeyi tərk etdikdə, məsələn, bu birinci vacibi tərk etdikdə, insanın bir kətə küfür hökmü verməsi Allah və Rəsuluna qarşı iftira olaraq geri sürür. وَلَا تَقُولُ لِمَا تَثِفُ أَلْسِنَتِكُمُ الْكَذِبَ هَذَا حَلَالٌ وَهَذَا حَرَامٌ لِتَفْتَرُوا عَلَى اللّٰهِ الْكَذِبَ Dilinizin bələdiyi şeyləri Allaha iftira olaraq, bu halaldır, bu haramdır deməyin. Bilmədən Allaha iftira etmiş olarsınız, Allaha iftira edənlər nicat tapmazlar. قُلْ إِنَّمَا حَرَّمَ رَبِّ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللّٰهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ Allah Subhanahu taala buyurur ki, de ki, Rəbbim yalnız fuhuşun gizlisini, açığını,
günahı, haqsız yerə həddə aşmağı, Allahın haqqında dəlil nazil etmədiyi bir şeyə Allaha şərik qoşmağı və Allah barəsində elmsiz danışmağı nəhy edib. Ayətdə tərtibata baxırsan, fuhuş, isim, zülüm, şirk, sonra isə Allah barəsində elmsiz danışmaq. İbn-i Qeyyim rahiməhullah ayətin təfsirində buyurur ki, tərtibatla yanaşdıqda ayətə Allaha şərik qoşmaqdan sonra gəlir. Allah barəsində elmsiz danışmaq. Deməli, Allah barəsində elmsiz danışmaq şirkdən də böyük bir günahdır. Bir insana da, bir əmələ də küfr hökmü vermək, hansı ki onun şəriətdən dayandığı bir şey yoxsa, Allah barəsində elmsiz danışmaqdır.